Ben hərfləri tanımam. Yazı yaza bilmir. Ben neyinəm? Getdim internetdə bir otaq götürdüm. Bir 10 nəfər top savadlı adamlar götürdüm içə. Ən yüksək savadlı adamları. Bunlara dedim ki, gəlin mənim yanımda işləyin. Sizə 10-15 bin dollar ayda maaş var. 20 bin dollar maaş. Hər birim o. Hər birimə. Doğrudan da işi qordum, elə qurdum ki, iş elə gedir ki, bilirsən, avtomat. Mən oturmuşam, çox vaxt başda. Abi alimlər də işləyir. Rayət İmaməliyev, vətəndaş mövqeyimlə qarşınızdayım. Şərurlu İsfəndiyar deyib ki, mən çoban ola başda oturdum, savadlı adamları işə cəlb etdim, yüksək maaş verdim, onlar işləyirdilər, mən qazanırdım və gülür. Şərurlu İsfəndiyar həqiqəti deyir, reallığı deyir. O əslində öz halına da gülür, cəmiyyətin halına da. Dolayısı yolla deyir ki, bu cəmiyyətdə savadlılar işləyir, savadsızlar qazanır, özü özünə də gülür. Haqsızdırmı? İndi Şərurlu İsfəndiyar korrupsionerdir, bir evi 5 adama satır, nə edir özü bilər, məhkəmələr bilər, hüquq mühafizə orqanları bilər. Amma Rauf Arifoğlu ilə bir qadını da çıxarıblar efirə, Şərurlu İsfəndiyarı yıxıb sürürlər güya. Onu yıxıb sürümüyün. Üzünüzü müvafiq qurumlara tutub deyin ki, alimlərin, müəllimlərin maaşlarını niyə qaldırmırsınız ki, gedib möhtac olub bir çobanın əlinin altında işləyirlər. Həmin deputat Hadi Rəcəbli müəllim işdən sonra gedib bənalıq etsin, hörcü hörsün deyən də niyə susurdunuz Rauf Arifoğlu, o alim qadın, niyə susurdunuz? Həmin müəllimlər də gedirlər bənalıq edirlər. Nə qədər müəllim, alim işdən sonra taksi sürürlər. Bunları dilə gətirin də. Adam haqlıdır da. Mən özüm də müəllim işləyəndə Bakıda maaşımla kirayə pulunu çatdıra bilmirdim. Getdim təhsilsiz 4 sinif bitirən bir iş adamının yanında mühasiblik etdim. Ev də aldım, maşın da aldım. Nə eləməliydim? Gözləyəcəkdim ki, mənə ev verəcəklər. Gözləyəcəkdim mənim maaşım nə vaxt qalxacaq. Alimlərə yüksək maaş verin, evlə təmin edin ki, gedib bir çobanın əlinin altında işləməsinlər. O bəzi yaltaq jurnalist sözündə 4 hərf səhvi buraxıb əldə qayırma jurnalistlərə ev verincə, müəllimlərə, alimlərə verin ki, alçalmasınlar. Siz özünüz deyin, metrodan çıxan qalstukluya hörmət edərsiniz, yoxsa Range Rover'dən düşən bir savada? Toylarda oluruq da, qalstuklu alimdən çox imkanlıya alverçiyə söz verilir toylarda, başa çəkilir. Afisant da alverçiyə göstərdiyi xidməti alimə göstərmir. Çünki alverçinin çayavoyu olacaq, müəllimin isə ancaq iradı. Reallıq bu deyilmi? Mən Facebookda bir çıxış paylaşmışdım. Məşhur iş adamlarından biri rəydə mənə əhsən yazmışdı. Mənim 5 dəqiqəlik çıxışıma 200 bəyənmə gəlmişdi. Amma iş adamının bir əhsən kəlməsinə 389 bəyənmə qoyulmuşdu. Budur reallıq. Atatürk'ün gözəl bir sözü var. Cəmiyyətin inkişafı üçün müəllimlərin, alimlərin maaşı nazirlərin maaşından qat-qat üstün olmalıdır. Vəssalam.